Fondda olan səhvləriniz nədir? Məsəl üçün. Baxın, məsələn tutaq ki, posterə baxırıq. Posterdir, flyerdir, fərqi yoxdur da indi. Hamısında eyni fond səhvləri edirsiniz. Məsələn tutaq ki, fonda baxırsınız, imini fonda baxırsınız. Gözünüz buna sataşmır, bu tərəflərə baxmırsınız, backgrounda baxmırsınız, imini fond dizaynına baxırsınız. Bu fond dizaynına baxanda siz buradakı şeyi anlamalısınız, estetikanı anlamalısınız. Yəni nə qədər sadədir, nə qədər oxunaqlıdır, ə, nə qədər incəliyi var, nə qədər diqqət çəkir. Fontun dizaynına ayrıca baxırsınız. Yəni bu sözü tək bir şəkildə yazdı, ikinci sözü də yazdı, arxasına bir dənə rektangl atdı. Və bunu görməlisiniz. Bunu oxumalısınız özünüz üçün. Sonra gedib özünüz onu tətbiq eləməlisiniz və yaxud da bunun alternativini çıxartmalısınız. Onlar rektangl atıb, siz rektangl atmırsınız, brush atırsınız bunun arxasına tutaq ki. Bu qalır sadə şəkildə, IDS-in arxasında bir dənə belə brush atmış olursunuz. Və bunu nəzərə almalısınız. Belə tipdə detal fikirləşməz. Amma siz götürürsünüz, Word kimi yazırsınız, gedir. Yəni sanki yazırsınız, bitirirsiniz. Orada dizayn fikirləşmirsiniz. Çünki baxmırsınız. Bunun ayrıca bir dizayn olduğuna baxmırsınız. Bunun ayrıca bir dizayn olduğuna baxmalısınız. Bunu ağ eləyiblər, bunu yaşıl eləyiblər. Bunu ayrıca oxumalısınız, bunu ayrıca baxmalısınız. Və yaxud da burada. Görürsünüz, variantlar fərqlidir. Yazıb, 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 gəlib axırda bir dənəsini buna bir dənə rektangl atıb. Ücə font dizaynı burada dəyişdi əməlli başlı. Bu ücə bir stil yaradıldı. Bir stil yaratmağa fikirləşməlisiniz. Amma səhviniz nədir? Çox sayda font istifadə eləməyiniz. Yəni eyni tipdə yox da, ə, ümumiyyətlə bir dizaynda fərqi yoxdur hansı dizayndır. Poster olsun, vizit kart olsun, bu dediyəm ümumiliklə bir səhvlərə aiddir. Burada siz bir dizaynda 3-dən çox fərqli səhv eləyə bilmərsiniz. Yəni 3 fərqli fon işlədə bilmərsiniz. Və yaxud da 3 fərqli rəng işlədə bilmərsiniz. Yəni göy, qırmızı, sarı. 3 dənə fonta nə daxilsə, rəngə də həmçinin o daxildir. 2 fərqli rəng işlədə bilərsiniz. Amma nə mənada 2 fərqli rəng? Yəni siz götürüb bunu working-i sarı eləyib, gəlib brand sözünü də yaşıl eləyə bilmərsiniz. Belə yan-yana olan çox 2 fərqli rəng işlətməyiniz olmaz. Bunu ya boz-qara eləməlisiniz, yəni bir dənə sözdə orada öcə fərqli rəng eləyə bilərsiniz. Yəni öcə özəl rənglərdən, yaşıl, qırmızı, göy rənglərdən eləyə bilərsiniz. Amma iminni götürüb iki fərqli, yəni qırmızı, sarı, yaşıl belə qarışdırasınız yazılarda font dizaynında olmaz. Siz eləyə bilərsiniz background-unuzu yaşıl, hə, üstündən də sarı yazı. Amma rəng yazılarında rənglərdə heç vaxt eyni rəngdə eləməyin. Həmişə orada alternativ rəngi işlətməyə çalışın. Yəni boz elədiniz əsas variantlarınızı. Əsas variantlarınızı boz eləyəndən sonra orada bir dənə sözü və yaxud da bir dənə hərfi özəl bir rəng eləməyə çalışın. Yəni götürüb hamısı sözlərin hamısını yaşıl və ya sözlərin hamısı sarı, qırmızı, qıpqırmızı eləməyə ehtiyac yoxdur. Bu estetikanı öldürür. Orada əsas alternativ ağ, qara, bozlar işlətməlisiniz background-unuza görə. Yəni background-unuz açıq rəngdirsə, siz bunu götürüb artıq boz və qaradan istifadə edə bilərsiniz yazınızda. Amma tündürsə artıq background-unuz, siz artıq ağ rəngdə eləməlisiniz yazınızı və orada hansı bir sözünüzə də özəl bir dənə rəng verməlisiniz. Və 3-dən fərqli font işlədə bilmərsiniz. Yəni Lato olsun, Roboto olsun, Babys New olsun, 3-dən fərqli fontda işlədə bilmərsiniz. Ortalama 1 və ya 2 font istifadə etməlisiniz. Bir dənə font işlədirsinizsə, onun qalın və nazik versiyalarını işlədə bilərsiniz. Yəni artıq ailəsi ilə oynayırsınız. Mediumu, boldu və ya da regular bölməsini oynatmış olursunuz. Və yaxud da 2 fərqli font işlədə bilərsiniz. Bir dənə düz, sadə, sans serif, bir dənə də əl yazmalı tutaq ki, font işlətdiniz və yaxud da brush font. Yəni, tamamilə əksinə bir font işlədirsiniz. Bunları bu şəkildə kompozisiya eləməlisiniz.
Bu digər diqqət edəcəyiniz nüansdır. Uyğunsuz font cütlükləriniz olmamalıdır. Yəni, əslində həmin şeydir. Məsələn, seri və sans seri fontları uyğunlaşdırmadan qabaq qarışdırmağı dizaynımızı poza bilər. Yəni, biz bilirdik, keçmişdik ki, sans serif nədir? Serif nədir? Məsəl üçün, baxın burada. Və bu həm serifi, həm sans serifi eyni anda qarışdıra bilmərsiniz. Bu balansın pozulmasıdır. Çünki serifdə burada çıxıntılar var, amma sans serif sadədir. Bir-birlərinə həm yaxındır, həm də uzaqdırlar. Siz burada bunu ikisi bu tipdə, iki fontun bu tipə bənzər şəkildə işlədə bilmərsiniz. Ya işlətməlisiniz ancaq seriflərdən, ya da işlətməlisiniz ancaq sans serifdən. Və yaxud da istisna olaraq sans serif elədiniz, əvəzində gedib artıq əl yazmalı, brush tipli, skript fontlar, display fontlar işlədə bilərsiniz. Sans serifin qabağında. Amma serif işlətmirsinizsə, serif tərzi font işlədirsinizsə, artıq gedib orada script və display fontlardan işlədə bilmərsiniz. Burada doğru yanaşma nədir? Font cütlüyünüzü seçəndə ona xarakter və ölçü uyğunluğuna diqqət etməlisiniz. Məsəl üçün, Montserratdan Meriwether fontunu işlədə bilərsiniz. Tutaq ki, Montserratdır. Bu Montserratdır. Meriwether fontu isə sizə şey verir. Estetikanı tətbiq edir. Bu artıq Meriwether'dır. Və belə tərzdə uzaq eləyə bilərsiniz. Font cütlüyünüzü seçərkən. Yəni, bir balaca, biraz bir-birlərini yaxın şəkildə eləməlisiniz. Tam da gedib, yəni serifin o çox üzmə, büzməli fontundan işlətməli deyilsiniz. Əgər imini serif və sans serifi qarışdırmaq istəyirsə söhbət gedir. Yəni, buna diqqət edə bilərsiniz. Oxunmaz fontlardan qaçmalısınız. Məsələn, mən yazaram və bura poster. İlham alacağınız dizaynlar da önəmlidir. Və gedib belə qarma-qarışıq dizaynlara baxmamalısınız. Gedib belə tipli dizaynlara baxsınız, belə tipli dizaynlar başlayacaqsınız hazırlamağa. Belə tipli dizaynlara baxmamalısınız. Belə tərzdə dizaynlardan qaçmalısınız. Rənglər qarışıb, tündün içərisində tünd rəng. Yəni, bir baxmalısınız da, dizayna baxanda nəzəri biliyiniz var. Nəzəri biliyinizlə üst-üstə qoymalısınız. Görün, bu nəzəri biliyinizlə bu baxdığınız dizayn düşür üst-üstə yoxsa yox. Bu baxdığınız dizaynda səhvlər var yoxsa yox. Baxacağınız dizaynlarda birinci səhv axtarmalısınız. Hə, burada bu səhvlər varsa, demək mən bununla ilhamlanmamalıyam. Buna baxmamalıyam. Gözlə, burada qarışıqdır. Eminə özüm açar sözü belə yazdım ki, qarışıq versin bizə. Məsəl üçün, bu artıq estetikdir. Yəni, səliqə var. Baxanda bir dənə nöqtəyə ayrıca fokuslanmaq olur. Bir dənə nöqtə ayrıca fokuslanmaq nədir? Yəni, mən vizualımı ayrıca fokuslanmağa bacarmalıyam izləyici kimi. Sloqanlarıma ayrıca fokuslanmağa bacarmalıyam. Kontakt hissəmə ayrıca fokuslanmağa bacarmalıyam. Ayrı-ayrılıqda müştəriyə fokuslanmağı icra edə bilirsinizsə, dizaynınız uğurludur. Əgər mən yazılarınızın hərəsi bir tərəfdə, birincisi balans deyə bir şey var. Siz yazdığınızı bir burada yazıb, bir burada yazıb, burada yazıb, təzədən bir dənə burada yazmağınız bu doğru bir şey deyil. Bir balans olmalıdır. Ya orta ilə getməlisiniz hər şeyi, ya sol diaqonallardan hər şey getməlisiniz, ya da sağ diaqonal, sağ tərəflərdən hər şey getməlisiniz. Yəni götürüb birini bura, birini bura, birini bura, birini bura bu şəkildə yox. Bu artıq balansı pozulmasıdır. Bir baxanda narahatlıq hiss eləmirsiniz dizaynınızda. Orada onu hiss eləməyi bacarmalısınız. Hiss eləməlisiniz ki, bu dizaynınızda nəsə narahatlıq var. Burada nəsə çatışmır. Yəni buna diqqət etməyə çalışmalısınız. Deməli, əsas məsələ oxunaqlı olmasıdır. Oxunmaz fontlardan istifadə eləmək səhv bir şeydir. Yəni oxunmaz font nədir? Baxın, burada oxunmaz haldadır fontlar. School göy rəngdədir. Və bunlar oxunmaz haldadır. Bu oxunmaz hal nə deməkdir? Yəni bu o demək deyil ki, mən bunu görmürəm. Mən bu hərfi oxuya bilmirəm.
onun estetikası pozulub deməkdir, oxunmaz haldadır. Bəziləri var, onlar da oxunmaz halda olur. Elə məsələn budur, Suko özü də oxunmaz haldadır. Rənginə görə. Yəni verdiyiniz rəng də oxunmaz halda düşürsə, vermiş sizə yaşıl, göy, qırmızı qarışdırmısınız orada aləm bir-birinə. Bu oxunmaz bir istifadəyə sahib olmaq deməkdir artıq. Yəni mən onu görürəm, o demək deyil oxunur. Yəni mən onu görsəm də belə onu oxunmamaq səbəbi balansın pozulmasına bağlıdır. Arxa planla font rənginin pozulması ola bilər. Buradakı kimi, sonra burada yenə Çukarski şəkildə olan yenə olmalıdır. Amma məsəl üçün buradakı kimi, yəni qarışıq rəng, sarının üstünə roza veriblər. Çoğundur rəngli fontu veriblər. Rəngi veriblər. Bu artıq oxunmaz bir balans sayılır. Yəni bu diskomfortlu yaradır adamda. Və yaxud da rozun içərisində ağlar, sarılar. Burada, yəni burada Şukarski bir dənə rəng veriblər. Bu artıq oxunmaz bir məsələdir. Yəni oxunmazdan əlavə, rəngdən əlavə bu indi məsələn rəng baxımından səhvlərdir. Var dekorativ, altyazılı tərzində fontlar olur. Onlar da məsəl üçün elə bir şəkildə də fontlar ki, onlar da çoxlu mətnlərdə onu istifadə edə bilmərsiniz. Nə mənada çoxlu mətnlərdə? Məsələn, belə tipli bir açıqlama yazmaq istəyirsiniz. Gedib onu əl yazmalı, dekorativ bir fontda eləyə bilmərsiniz. O oxunmayacaq. Tam şəkildə serif və yaxud da sans serifdən istifadə etməlisiniz ki, oxunsun. Bu bir digər nüansdır. Diqqət eləməlisiniz. Həmişə dizaynınızda ayrı punktlarınız olmalıdır. Keçən səfər danışdıq. Başlığı olmalıdır. Başlığınız böyük bir şəkildə olmalıdır. Xüsusi bir dizaynda olmalıdır. Yəni orada diqqət edəcəyiniz nə məsələdir? Baxın, bu bir başlıqdır. Creative Designs. 2-3 sözdən ibarət olmalıdır başlığınız. Sonra artıq açıqlamalar sadə şəkildə, məsəl üçün məlumatlar verəcək şəkildə bunu əks etdirə bilərsiniz və ya da burada görürsünüz, yəni başlıq. Amma digər açıqlaması sadə. Yəni bu iki punktla getməyə çalışmalısınız. 3 punkt olur əslində. Başlıq, xüsusi 2-3 sözdən ibarət font dizaynları, xüsusi dizaynlar böyük bir şəkildə səhifənin bir çox hissəsini kaplayacaq şəkildə. Digər nüansınız isə açıqlamağınız. Yəni açıqlama artıq sadə, daha çox serif fontlar, sans serif fontlardan daha çox istifadə edilir. Sonra bir də artıq kontakt hissəsinə yönləndirmək. Yəni əlaqə nömrəsi yazmağınız, font yazmağınız. Onun da artıq ölçüsünü nəzərə almalısınız. Yəni məsələn siz bunu bu boyda yazmısınızsa, götürüb açıqlamanı da o boyda yazmalı deyilsiniz. Və ya da açıqlamanı bu boyda yazmısınızsa, başlığınızı götürüb o boyda yaza bilmərsiniz. Artıq fərqlənməlidir. Elə ki, böyükdən ortaya və balacaya getməlidir. Belə tipdə fikirləşməlisiniz. Hamısını eyni ölçülərdə, eyni razmerdə eləməməlisiniz. Və bu mətn ölçülərinin balansıdır. Siz əgər götürürsünüz, başlığınızı da balaca eləyirsiniz, açıqlamanızı balaca eləyirsiniz, kontaktınızı da balaca eləyirsiniz. Burada artıq mətn ölçülərinin balansının pozulması var. Orada seçilməlidir. Başlıq nədir? Başlığın sloqanı nədən ibarətdir? Sözlər nədir? Sözün dizaynı orada nədir? Açıqlama isə artıq sadə olmalıdır. Elə bilin ki, birini xüsusi dizayn elədinizsə, o birilər artıq sadə qalır. Götürüb bunu da belə xüsusi bir dizaynda artıq eləməli deyilsiniz. Yəni bir yin-yang formasında oynatmağa çalışmalısınız. Ağı verəndə qaranı başqa cür verməlisiniz. Qaranı verəndə ağı başqa cür verməyə çalışmalısınız. Yəni balansı bu şəkildə qorumalısınız. Burada da məsəl üçün. Evet, burada da görürsünüz. Burada bir dizayn veriblər. Maraqlı bir şəkildə dizayn verib. Bucağı dəyişdiriblər. Və buna baxmalısınız. Belə tipli dizaynlara baxmalısınız. Bucağı dəyişdiriblər. Gedim mən də bucağımı dəyişdirim. 45 dərəcədə yazım düz dizaynın qabağında. Görürsünüz, açıqlama sadə veriblər. Görürsünüz, seçilir. Buna ayrıca baxmaq istəyirsə, bunu ayrıca baxmaq istəyirsə. Amma bu da bunun tipdə olsaydı, balans pozulur. Mətn ölçülərinin balansı pozulması olur. Və burada da bu dizayn buradan olsaydı, zibili çıxdı. Və yaxud da adi, sadə bir şəkildə bunu qalın yazıb, üstəkini eyni fontudur, amma nazik eləyib. Və bu da balansın düzgün şəkildə verilməsidir. Və buna da diqqət etməlidir. Ən xırda detal. Və burada da həmçinin.
Ortadır, bu nazidir. Və arasında bir balaca məsafə verib, bu da bir diqqətə gətirib çıxardır onu. Və ya da burada sadə yazdı elədi, bir dənə götürdü, bir dənə bura batın atdı. Üzü fərqləndirdi, üzü stil dəyişdi. Təsəvvür ki, bu da bunun kimi olsaydı, dap-bataraq şeir kimi bir dənə dizayn gedəcəkdi. Bu artıq ölçülərin balansı, font dizaynının balansının pozulmasıdır. Baxanda font dizaynına belə baxmalısınız. Seçməlisiniz. Özünüz üçün nümunələr seçməlisiniz. Bir dənə bundan, bir dənə bundan, bir dənə bundan atmalısınız özünüz üçün illüstratora və hərəsindən bir parça dizaynlar götürüb onu birləşdirib yeni bir dizayn çıxartmalısınız. Və yaxud da lap əliniz öyrəşməsi üçün eynisini eləməyə çalışın, əliniz öyrəşmiş olsun. Ölçülərinə diqqət eləyin. Harda sual qoydu, harda nidə qoydu, harda apostrof qoydu. Hə, ölçülərinə boyda elədi, baş hərfini harda. Bax burada məsələn diqqət çəkən nədir? Bu əslində bir cümlədir. Bax fikir verin, bu cümlədir. Amma siz olsaydınız bunu tap-bataraq Word-dəki kimi yazacaqdınız. Word kimi düşünməməlisiniz. Bu Word deyil. Bax burada götürüb cümlədir bu əslində. Amma bunu götürüb bax bir dənə belə balaca yazıb. İki dənə əsas sözü diqqətə çəkmək üçün böyük eləyib, bir dənə də altdan balaca yazıb. Bu ölçüdə təzədən yazıb. Amma halbuki bir dənə cümlədir. Amma bu bir dənə cümləyə bir dənə qəşəng minimalist bir dizayn verib. Və yaxud da burada. Ha, fikir verin. Görün necə adam baxmaq istəyir. Adam zövq alır. Burada yazıb cümləni. Okey. Amma görürsünüz, bəzi sözlərdə iki dənə sözdə baş hərflər bir dənə fərqli bir dizayn da verir. Bu da artıq onun stilinə məxsus olması deməkdir. O font dizaynı dəyişdi. Amma bu R ilə Q-nu da bunlar kimi yazsaydı, ücü apar tulla dizaynı. Ücü bunların da bir mənası olmayacaqdı. Ücü bu qızın da bir mənası olmayacaqdı burada. Heç bir yeri olmayacaqdı dizaynın. Və bu ucu bir stildir, tərzdir, yaradıblar. Hərflərdə, bəzi hərflərdə xüsusi diqqət çəkmək üçün, təbii ki, bir mənası da var bunun. Yəni niyə bu hərfləri imini niyə bu sözlərdə? Əminə yalnız yer məsəl üçün sözünə diqqət çəkmək üçün ola bilər. Sırf iki sözə diqqət çəkmək üçün eləyiblər. Və hətta burada görürsüz, cümlə də yazıb, amma 1, 2, 3 dənə sözü qalın eləyib, o bilən nazik saxlayıb. Arasından bir dənə belə fiqur da keçirdi. Buna baxdınız, xatırlayırsınız ki, belə şey var. Baxdınız, xatırlayırsınız ki, fontu nazirləşdirmək var. Baxdınız, xatırlayırsınız, görürsünüz ki, bucağı dəyişdirmək var. Bu etapı nəzərə almış olursunuz. Aralı və sətirlərin hündürlüyü də önəmlidir. Məsələn, baxırıq biz görürük ki, aralı və sətirlərin də məsəl üçün ölçüləri çox önəmli bir şeydir. Yəni bayaqlar gördünüz, dedim sizə bir dənə aralı bir məsafə qoyub, dizayn dəyişib. Yəni, burada da məsələ budur. Məsələn, bunun sıx olması bu artıq bu stilin pozulması deməkdir. Yəni sətirlər arasındakı məsafəyə də diqqət eləməlisiniz. Hərflər arasındakı məsafəyə də diqqət eləməlisiniz. Yəni bu hərflər arası tracking gedir və sətirlər arası da leading məsafəsi gedir. Bunun düzgün olması oxunuşunuzu asanlaşdırır. Yəni diqqət eləməlisiniz. Fontdan fonta dəyişir. Yəni həmişə eyni aralı və eyni sətir hündürlüyü eləməli deyilsiniz. Yəni karakter bölməsindən gedib onu dəyişdirməlisiniz. Çünki bəzi fontlar var ki, F hərfi gedir E-yə girə bilər, R hərfi gəlib F-ya birləşə bilər. Bunlar rahat şəkildə bir məsafəli olmasına diqqət eləməlisiniz. Və yaxud da bu hərflər arasında, məsəl üçün, bəzi hərflər çox belə oynaq və dinamikdir. Orada artıq bir məsafələrə, hərflər arasındakı məsafələrə diqqət eləməlisiniz ki, bir-birini iç-içə keçid eləməsinlər. Yəni, əsasən 120-150% line height olur, hündürlük olur. Yəni, bunu uyğunluğu tənzimləmiş olmalısınız. Ya da standartda 100% olar. Əgər font dizaynınız okeydirsə, normaldırsa. Sonra fontlarınızı seçəndə məqsədə uyğun olmasına diqqət eləməlisiniz. Yəni bu font nə məqsəd daşıyır? Yəni ona bir hiss olaraq yanaşmalısınız, duyğu olaraq yanaşmalısınız. Yəni məsəl üçün rəsmi bir layihədə uşaq kitabı hazırlayırsınız. Orada daha doğrusu uşaq kitabı hazırlayırsınız. Orada rəsmi bir font işlədə bilmərsiniz.
və ya da turizmlə bağlı hazırlayırsınız. Siz gedib orada rəsmi bir fond işlədə bilmərsiniz. Daha oynaq, daha əyləncəli, daha enerjik, dinamik, belə tipli fond işlətməyə çalışmalısınız. Yəni layihəniz nədirsə, o temada məqsədə uyğun işlətməlisiniz. Bu cür ChatGPT-yə deməlisiniz ki, məsəl üçün mən turizmlə bağlı poster hazırlayıram. Lap şirkət adı varsa, şirkətim budur. Buna uyğun hansı fondlardan istifadə edeyim? Sizə ChatGPT tövsiyə eləyəcək və ChatGPT-lə danışmağa çalışmalısınız. Bir sizə tövsiyələr eləyəcək fondlar və sizə gedib o fondlara uyğun hərəkət etməyə çalışmalısınız. Yəni əvvəl bu yox idi, əvvəl gedirdik internetdən axtarırdıq, amma indi ChatGPT rahatlaşdırıb işi. Bizə tövsiyə elə bilir ki, bu şirkətə və ya bu xidmətə bu fond uyğun gələcək. Bu vaxt baxımından artıq qazanmağımız deməkdir. Uduruq vaxt baxımından. Artıq gedib enerjimizi başqa şeyə verə bilərik. Fond dizaynına ayıra bilərik, rəngə ayıra bilərik. Yəni ChatGPT vasitəsilə enerjimizin nəyə israf edilməsini azalda bilirik. Bu şəkildə istifadə etməyə çalışmalısınız. Sonra xırda bir nüansdır, amma çox önəmli nüansdır. Caps Lock-dan istifadə etməyimiz. Həmişə böyük hərflərini yazmalı deyilsiniz. Yəni balaca böyük balaca oynatmağa çalışın. Böyük hərf, qalanları balaca. Həmişə böyük və yaxud da həmişə balaca yazmağa çalışmayın. Və yaxud da bir hərf böyük, balaca, təzə ilə bir hərf böyük, təzə ilə balaca. Burada istifadə etməyə çalışmalısınız. Amma bunu harda istifadə edə bilərsiniz? Başlıqlarda, böyük hissələrdə, sözlərin böyük hissələrində istifadə etməyə çalışmalısınız. Açıqlama hissəsinə gələndə, açıqlama hissəsində artıq açıqlama hissəsindən bir kiçik oxunuş mətni kimi düşünə bilərsiniz. Və kiçik oxunuş mətni kimi düşündüyünüz zaman orada artıq bir dənə böyük hərflə yazırsınız, qalanlar artıq balaca gedə bilər. Əsasən, yəni böyük başlıqlarda bunu istifadə etməyə çalışmalısınız. Onda diqqət edirsiniz. Sonra belə bir şey var. Məsəl üçün hər kəsin standart olaraq istifadə elədiyi, yəni Illustrator daxilində olan fontlardan istifadə eləməyin. Yəni o Times New Romandır, Arial'dır. Yəni öncədən olan fontdan istifadə eləməyin. İnternetdən istifadə elədiyiniz fontlardan yararlanmağa çalışın. Yəni həmişə internetdən font yükləyin. Hər dəfə dizayn eləməyə başladığınız zaman gedib internetdən font yükləməyə çalışın. Yəni gedib Illustratorda mövcud olan Illustratorun öz fontlarını işlətməyin. Əsasən elədiyi səhvlər bunlardır. Bu olan səhvlərinizə diqqət eləsəz, bunun üçün dediyim kimi sizin bir dənə çıxış yolunuz var. Seçin, götürün dizaynları. Götürün bunu, kopyalayın, atın illüstratora. Bir dənə bundan, nəm gəldiniz bir dənə bundan və ayrıcalıqda baxın. Burada bucaq dəyişdirib. Nə bilim, burada 3 dənə hərfi böyük yazıb, qala 2 dənə sözü böyük yazıb, yanında bir dənə balaca yazıb. Belə oxumağa çalışın. Tələsməyin, qaçırsınız, qaça-qaça işləyirsiniz. Dizaynə baxanda bilinir, qaçmaq var. Orada zövq almaq yoxdur. Sanki onu işləyəndə zövq almamısınız. Yəni məqsəd orada zövq almağınızdır. Məqsəd orada buna fontdur, hə, cümlədir deyib yazıb keçmək olmaz. Çünki qısa bir şəkildə vizualınız maraqlı olsa da belə, font dizaynınız bərbaddısa, bunu da apar tulla. Yəni font vizualın özünü də apar tulla məsələsi olacaq. Artıq burada önəmli olmayacaq heç nə. Və məsələn, burada artıq bunları böyük yazmaq səhvdir. Çox böyük yazılıblar. Çünki burada estetika var, incəlik var. Amma götürüb burada bunları böyük yazmaq, hətta bunu məsəl üçün sarı eləmək oxunmanın qarşısını alır. Yəni, hə, Pinterestdir, mən burada hər şey düz olacaq, elə fikirləşməməlisin. Çünki Pinterestin yığılan datası bizim dizaynerlərin paylaşdığı datalardır sadəcə. Yəni, insanlar tərəfindən paylaşılan dizayn işləridir Pinterest bizim qabağımıza çıxardır. Biz öz məntiqimizlə, öz biliyimizlə bunları ayırd eləməliyik ki, burada bu səhv var, burada bu düz var. Yəni, hə, Pinterestdir, hər şey düz olacaq, o demək deyil. Çünki bir çox dizaynerin işlədiyi işlərdir yəni. Çıxır adamın qabağına.
Sonra PNG arxa planları keçən səfər soruşdunuz. Onları necə təmizləyə bilərsiniz? Remove.bg saytına girirsiniz. Remove.bg saytına girdiniz. İstədiyiniz bir, məsəl üçün, tak, bir şəkildir. Məsələn, tutaq ki, bax, bunun arxa planını təmizləmək istəyirsiniz. Bunu bir dənə kopyalayırsınız. Gəlirsiniz remove.bg-yə. Bura bir dənə Ctrl-V eləyirsiniz. Yüklənir. Arxa planı təmizlədir. Sonra download eləyirsiniz. Yüklənir. Keyfiyyətli şəkildə yükləmək, burada normalda baxın, freesi budur. Bu isə keyfiyyətli şəkildə yükləmək isə unlockdur, artıq premium variantıdır. Yəni, belə hissəsi var. Amma bunu məsəl üçün keyfiyyətsiz yüklüyü gəlib iloveimage.com saytında bura işə atıb, burada keyfiyyəti 4x-ə qədər yüksəldə bilərsiniz. Yəni, belə üsullarda istifadə edə bilərsiniz. Bir bu üsuldur. Bir də məsəl üçün tutaq ki, atıram, məsələn, hələ model olsun. Model PNG yazırsınız. PNG sözünü yazırsınız. Baxın, bax, burada belə bastınız, sonradan, baxırsınız, sonradan ağ bir şey, belə qırıq-qırıq olursa, bilin ki, bu ucu arxa plandır. Amma öncədən bax, belə görsənsə qırıq-qırıq, bilin ki, bu ucu arxa planlı deyil. Onun üçün saytına keçid eləyin. Saytına keçid eləyin. Ucu sayta keçid edin, saytda ucu başlayın yükləməyə. Download düyməsini axtarın. Klikləyin, axtarın, download hissəsini tapın və elə yükləyin. Onda arxa plansız yüklənəcək. Yəni, tapdığınız şəklin saytına keçid eləyərək də orada download düyməsini axtarmağa çalışın. Yəni, hal-hazırda PNG-lərinizi bu şəkildə eləyə bilərsiniz. Çünki Photoshop-a keçəndən sonra əslində yəni, keçmək istəyirəm, amma səhvlərimiz çoxalıb. Ona görə səhvlərimiz üstündə işləmək lazımdır ki, sonra Photoshop-a keçid eləyək. Başa düşdünüz bunları? Bəli. Nəsə sualınız var? Mən poster işləyəndə götürürəm teacher, nümunələr götürürəm, oradan baxıram. Belə budur götürücü nümunələr. Bir də nə bilim, Belə nümunə olar. Gedib belə bir şey yaratdım. baxıb, gedib belə bir şey baxıb, o cür bir şey hazırlamaq mümkün deyil. Yəni, gedib yəqin normal bir poster nümunəsi götürmürsünüz də. Götürəcəyiniz nümunə də çox. Bu göstərirəm sizə, yəni nə tərzi götürməlisiniz, necə, hansı hissələrdən götürməlisiniz. Yəni o hissələrdən istifadə etməyə çalışın. Hə, başqa sualınız? Yoxdur. İndi baxın, ben sizə indi 3 dənə nümunə atacağım. Fasilədən sonra qoşulacaqsa, ekranınızı paylaşacaqsınız. O 3 dənə nümunəyə baxa-baxa elə o kateqoriyada da iş işləyəcəksiniz. Məsəl üçün, bu bir. Mouse'un reklamını eləyərsiniz sizdə. Hansısa bir mouse'un, Apple'ın mouse'un reklamını eləyərsiniz. Yəni, bu bir. İndi baxın, elə sizin seçirəm ki, bu bərbaddır. İndi mouse olanları göstərmeye çalışacağım. Və ya da Mac. Bax, gözlə, yazını qəşəng yazıb, üstünə qoyub drop shadow verib. Bax, belə oxumalısınız öz aləmimizdə. Bu iki. Bax, məsəl üçün, çox sadə bir şeydir, amma necə məntiqlidir. D hərfini karandaşın bir ucuna eləyiblər.
Bundan da məsələn ilham aldım. Mausun tutaq ki, şnurunu hansı bir hərfin ağzını bağlayacaq şəkildə eləyə bilərsiniz. Hansı bir hərfə sözünüzü elə qura bilərsiniz ki, mausun şnuru ilə o ağzı bağlaya bilərsiniz məsəl üçün. Belə bir üsuldan istifadə edə bilərsiniz. Və ya da hansısa bir hərfə mausu oxşada bilərsiniz. Adam da gəlib barmağını mausa toxundurur. Həm hərfə oxşuyur, həm mausa oxşuyur. Belə şeylərdən istifadə edə bilərsiniz. Və ya da özünüz gəlib bura bir keçək. Mouse, social media post yazırsınız. Və ya texnologiya yaza bilərsiniz. Və mouse'dan da bağlı işlər çıxır. Sadə, neqativ boşluqları olan bir işlərə baxmalısınız. Belə qarışıq, rəngləri qarışıq, o tipli işlərdən qaçın. Bununla yapan bilərsiniz. Arxada bir dənə böyük hərfdə şəkildə yazılıb. Məsəl üçün. Demirəm, aynısını edin. Bu üçündən ilhamlanıb ortaya bu tipdə, bu havada, bu ab-havada iş çıxaracaqsınız. Aydındır? Bəli. Tamamdır. O zaman indi fasilə eləyək. Fasilədən sonra işləyəcəyik. Bəli, bəli. O vaxta qədər də ideya fikirləşin, qeydlər aparın özünüz üçün, başlıqlar fikirləşin, vizuallarınızı axtarıb qırağa ata bilərsiniz, pencilərinizi qırağa ata bilərsiniz. Onu da eləyib vaxt qazanmaq olar. Tamam. Tamamdır. Sağ ol.